dostlar, salam canlarım. Bugün sizlerle bir yerde Clash Royale serimizin devamını çəkirik. Gəlin başlayaq. Uşaqlar maçımıza gəldik. İndi qarşı rəqibi gözləyəcəyik həmişəki dəstəmizlə. Və bu. Məncə asan həll edəcəyik. Bu arada rəqib çox baskı uyguladı. Səhv elədim dostum. Sıkıntı olacak abi bu. Sıkıntı, bayağı sıkıntı. Bu arada çok şey oldu. Stres elədim. Qaqa biz nə qara iksirlərimizin hamısını xərclədik. Mini Pekka belə görməyəcək yəni. Zor görür bu arada Mini Pekka. İksir kullanmağa icazə vermir, eləcənə baskı edir uşaqlar. Ya baskıdan sən nə anlayırsan qaqa? Al belə yönləndirib səni də buna koyarım bax belə. Hə gəl. Sən iksirlərini takip eləsə yoxsan olacaq. Bu noob deyir uşaqlar. Eləcənə random kart basır. Bunun iksirlərini sayacaq. Net ona kim birikdirəcək, sonra full baskı. Düz demişdi. Uşaqlar. Vallahi çox pis baskı eləyir bu kodumun. Ya adam eləcənə baskı eləyir. Qaqa iksiri sonuna qədər xərcləsən nə qaracaqsın? Al mən də iksirimi sonuna qədər. Bunun üçün bilirsiniz kim olsa baxın belə maç qaybedərsiniz. Baxın. Max belə maç qaybedərsiniz. Uşaqlar gəldik. İndi bu bizə baskı uygulayan 60 saniyə qala bütün antiləri yığacaq. Mən də uzaq yığacağım. Mən niyə nervləndirəm? Düz demirəm. Al baskı. Al. Baskının kralı. Al. Gördünüz mü? Baskının kralını yapıram. Ya mən bu adam kanser edəcək. Aça sən niyə Osman düşmanımızı açıbsa? Velet. Ya uşaqlar mən bu kadar nervli. Ya sen Gwen'den ağarsan ki bir bok yapsan ki. Trip atır, trip velet. Ultra mega velet. Uşaqlar rakip baskıdan öldü galiba. Ama ben baskıdan ölmeyeceğim. Çünkü bu elə bilir ki asandır. Üçüncü uzatmağa qalsa sarı. Yok. Ve ani ölüm ya. Ekstra süre. Değil. Ya sen veletsen mi ne sen mi kaka? Bu adam eləcənə barbar şövalye bu veletdi. Abi sen velet misin? Besil misin abi? Abi ben uşaqlar burada hiç taktik uygulamayacağım. Direkt full iksir basacağım. Niye abi? Uşaqlar çünkü adam çok kanserli və bu rəqibi sevməm. Ona görə sarı kart. Ağzıma düş. Oynan bir Osman tuş tıkış Osman tuş. Ayak şu an sesini aşağı elə bir dəqiqə sən Osman tuş eləyəcəm ha. Oynan bir Osman tuş. Sesini aşağı elə. Din istəsə zöməli şarkı dinlə. Uşaqlar, mən Kamilə bayağı söyürdüm yəni. Kamilin o oynan bir Osman tuş səslərini eşitdiniz. Nəsə, başlayaq. Uşaqlar, o açıq olan tərəf kamera arkası olaraq qoyaq. Bilməm, indi orada kayıt açıq idi mi? Nəysə, maçımıza təzdən gəldik. Qarşı rəqib deyən mənə gözləyirəm, mən atacağım.
Amma nətər. İksir israfı yoxdur. Dediyim kimi, həmişə kimi iksir israfı eləmədən yavaş-yavaş chill bro. Yəni full dev basır, anladıq. Təhlükəsizsən, təhlükənin kralısın. Aynen qaqa. Yəni dev basan kimi biz Goblin kulübesi basacağıq. Bizim taktiğimiz budur bro. Bu net dev basacaq. Ona görə hazırda tutaq. Oo. 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 Tutmuştum. Sonra dev basacaq, bildim bunu. Bu sırası dev basacaq, Sırası dev basacaq. Bunun taktiğini anladım. Ona görə bura bir dənə Goblin kulübesi qoyacağım. Oo. Ama tahmin eləmişdim də. Bu dev qoyub iksir israf edir. Uşaqlar, siz belə israf eləməyin. Rəqibin iksirini tahmin edin. Məncə bunun iksiri 3-4 falan qalar. Çünki basdığı karta görə hesablayacağıq da. Aha, Valkür 4-dürsə, bu 10 biriktirirsə 6 qalar. Sırası kart basmaq dalına. Taktiğini anladıq. Abi sən təhlükənin kralısın. Uşaqlar. Oo, gözlüyün. Onu tez öldürə biləcəyik. Çünki bu çox iksir israf elədi. İndi full on şey gözləyir. Aynen. Yəni mallığını elədi. Çünki qaqa o silahşörün tərəfində gedəndə arxada dev baskısı eləyəcəm və sarı kart. Uşaqlar, gəldik matımıza. Aha, görək nə təçəcək. Bol şans deyir. Yəqin ki, bol şans deyən kimi güclü bir kart atacaq. Ona görə mən də sarı kart. Aha, demiştim. Düz tapmışıq. İstədiyi qədər kuleye saldırsın rejimdə dur qaqa. Çünki biz alacağıq usta. Bu dev basıb özünü pro hesab edir amma şu an heç nədir. Ona görə oxçuları da basaq arxasından. Tam bizim taktiklərdəndir bu. Aha. Uşaqlar, indi əsas taktiğimiz burada odur ki, kartda adını. Əsas taktiğimiz də odur ki, rəqib çox baskı eləyir. Gördüyünüz kimi. Gey kimi eləcənə barbar deyirəm. Mal kimi eləcənə. Ya dev atsın nə qaracaq. Dev 2 atdım. Eləyib öləcəkdən ha. Ya heç bir şey eləyəməyəcək. Boşuna uğraşır bu devlə. Adam da kanser eləyir ha boş-boşuna. Dev basıb nə qaracaqsan? Nə qaracaqsan dev basıb? Dev basıb iksir israfı eləyəcəksən. Düz demirəm uşaqlar, həqiqətən iksir israfı eləyir də yəni. Eləcə dev gəlini alacaq, eləyəcək. Eləyəcək. Çox gülməlidir də yəni. Çox gülməli olar. İndi birazdan da bir şey basacaq. Dev, net. 7 milyon dənə kart bastı. Bunun dalından dev çıxacaq. Vay be. Gülməmi çox xoşlayanlar da olur. Kamilə Minecraft sırasında öləndə Kamilə çox gülmüşdüm. Ona görə oradan sevənlər olur. Sağ ol. Abi bu kadar noob olmaz da. Bir insan bu kadar noobini pizzanini olmaz da na. Bu insan bu kadar noobini pizzanini olmaz. Yani uşaqlar bu kadar noob. Ya eləcə dev basıb devlə şeyler yapmaya çalışırdı ama bir yar yapamır. Uşaqlar Kamilin qəribə səslərini eşitsə. Uşaqlar bir yerdə oynamır.
C Kamil, C Kamil. Oynan bir C Kamil. C Kamil. Oynan bir C Kamil. C. Uşaqlar maçımıza yenidən başladı. İndi birinci olaraq həmişəki kimi Mirağı taktiklərindən saysaq qalamızı qoyaq. Kreativ bir oyuncu. Bu sağdan da soldan da iki tərəfdən də hücum eləyəcək. Okey. Qəribə seçim. Çox qəribə. Ultra mega qəribə. İnanılmaz dərəcədə qəribə. Bəli, çox qəribə. Ən çox soldan saldırır. Okey. Bunu bildik. Bir də what the bir də deyən evrimli şövalyası var bunun. Sıxdıq. Yaxşımı sıxdıq. Tam olaraq sıxdıq. İkisini tasarrufu da eləmirəm. Tam olaraq sıxdıq. Evrimli şövalye. Bizim oha. Bence bu maçı salar. Ay o evrimlidir. Ya evrimli 7 seviye 7. Oha. Ya 7 seviye onu deşer abi. Ya baksana Vulture tehlədi. Ya bu oyunda demiştim de yani. Bu ne seviye önemlidir. Seviye, para önemlidir. Parayla bilgi. Eğer birisi sen değersinse siktirecek. Gördüğünüz kimi ben maç salacağım. Sucu zorla kasmanın etrafı yoktu. Salacağım maç. O oyundan bir olsun. Uşaqlar gördüğünüz kimi çox uğurlu kartlar atır. Ya mən evrimli olduğunu demiştim. Evrimliymiş. Uşaqlar ilk kimi eksi verdi. Tabi. Ya adam oyuna para yatırır. Mən istesem bütün her şeyimi toplayıp bütün kartlarımı... Ne? Sadece ne diyeceğim edeceğim bu videoda? Sadece ne deme challenge. Lan okçular öldür. Oha! 8 iksir verdi kardeşim. Oy. Ya 100 satmanın yeri geldi. Öf. Onun olan için bütün kartlar basacak. İşte fakirliğin mənası budur uşaqlar. Fakirliğin mənası budur. Ya bunun da evrimi var net. Net oyuna öndən çıxan bütün qıllarını da yatırıb. Ay Allah kanser olacağım. Ay Allah salacağım maça. Ay Allah. Yüksəlmə. Ya mən bu videoda sallamakta ya. Ya imkanı yoxdur. Ya uşaqlar 8 səviyyə. Mən bunu istədiyim qədər baskı edeyim. Yenə də uduzacağım. 7 səviyyə bunu değişir qaqa bu. Həqiqi çox ağır dəstə eləyib bu. Gördüğünüz kimi uşaqlar 790 kupaya düşdü. Amma mən heç kimin altında əzilmərəm. Heç vaxt da əzilmərəm. Bu söz Mirağanın atasöz olur. Nereye dönersen dön, popan arkandadır. 7 kere düş, 8 kere kalk. Şimdi yani bunlar istediği qaqa. Mən qavama para yatıran adamlar gəlməməlidir. Onlar para yatırırsa free to play'in gücünü göstərəcək. Uşaqlar anket başlayaq. Heç kim ona para yatırmasın. Elə bir anket eləyək. İndi görəcəklər də onlar. Bütün paraları yatıracaq düzgün şeylər. Gözlüyün indi.
Onlar hansı dəstələr istifadə edir? Biz də onları istifadə edəcəyik. Bu kadar asan. İndi izləyin. Sadəcə izləyin. Hər şeyə full səviyyə basacağım. İndi əlimdəki bütün hər şeyi yox eləyəcəm də. İndi izləsinlər. Ya o dəstə ilə o saçmalığı elədi. O istədi. O istədi. O. Sadəcə o istədi. Zaten bana bir bok vermir. Versə də zaten max 10 taş verir. Yəni sadəcə maç qazanmalıyım. 790 kupaya düşdüm. Çox ağır. Bunun üstündən qalxacağım. Çox pis atak edirlərsə görsünlər. Görsünlər uşaqlar. İndi biz bütün koleksiyondakı hər şeyi, amma hər şeyi basacağım. Nəyə basaq deyirsinizsə? Oxçu məsəl üçün, oxçu ilə çox atak eləyirdi. İndi sıra atak eləmə zamanı məndə. Al 7 səviyyə oxçu. Al 7 səviyyə oxçu. Ondan sonra. Gəl. Hələ də var. Bunlar full şeyli 200 lazımdır. Bu çox olmuş. 36 dənə də barbara hadi. 36 dənə də barbara. Evrimli barberin bunlar çox pis eləyəcəm. Haqqı çox pis evləndi. Hansılar bassaq? Nə kodumun karakter. Şövalyələri evrimlidirsə mənim də şövalyəm 6 səviyyə olacaq. Qaqa 8 səviyyə şövalyəyə mən nə qara bilərəm? Düz demirəm uşaqlar. 47 joker kartım var. Bu neçə səviyyədir? 5. Bunu da yüksəldək. Yüksəldənmər 2. Yüksəldəcəm. Bu Mirağa dəstəsidir uşaqlar. Mirağa dəstəsindən mən hər şeyi yüksəldərəm. İzləyin. İzləyin. Sadəcə izləyin. Arxanıza oturun. Rahatca izləyin. Büyücü olsa qəşəng olardı. Amma bunu götürəcəm. Pekka'ya qoyacağım. Mini Pekka'ya. Buradan da ödüllərimiz var. Birincidəki ödülləri almamışam mən. Ya almışam. Nəyə parıldıysan Allah aşkına. Hadi senden de bir güzel bir şey çık. Ha. Senden de bir bok çıkmadı. Eyvallah. Ben ne diyeyim? Ya benim 1500 tane parçam var. Ama bir siz ne alacağım? Burada 200 tane oy. Benim destans kartım yok. Ne görevdi? Bu sayfa açmak için daha fazla ne olacak? 6000 liraya başladı. 100 tane efsanevi. Ay Allah. Pes oğlum kalktı. Ya mecbur buna alacağım. Ya en boş karaktere niye verdin sen? En boş karaktere verdi. Adam kanser olacak ha. Ya 2 tane Allah aşkına uşaqlar belə kartları kim verir? Süpersen. O. Bacanıma. 2 evrim parçası mı? Diyen koş başına çoğalma yapıyorum. Ya abi Barbara veremezsen ölersen Barbara vermezsen. Doğru yani biz konsertçiyiz. Biraz daha ödüllerimi götüreceğim. Bütün her şeyi götürüp o evrim şeylerini atacağım. Yüksəltmələr babasını eləyəcəm də. Bütün ödülləri toplama challenge. Ya zaten bu videoları ben atıram. Siz yok. Ona görə əylənən sizsiniz. Ona görə baya məndə ödül toplam 1700. Şaka değil. Ya birdəki ödülləri al nədir qaqa? Burada hansı ödüllər qal? Hə, aldım. Başda süpersən. İndi nə qalacaq? Girəcəyik bura. Yox, bura hər şey tamamlamışıq. O zaman girəcəyik bura. Buraydı, hə. Ay qata. Uşaqlara yenidən gəldik. İndi bura açıldı deyin.
Yox, bura kilitliymiş. İndi nə açacağıq? Kart açacağıq, bəli. Kart açmağa çalışacaq da kart verən mi var? Dilənçi. Buradan da bir şey vermədi. Siz niyə? Çünki buradakı şey alındı. Buradakı şeylərin hamısını almaq lazımdır. Ona görə ən uzunla alacağım. Bunları yüksəldəcəm. Hamısını almaq lazımdır. Elə hamısı getdi ki. Kemik parçam qalmadı mı? İfadə lan. Mənim o kadar mı boş şey sümüğüm var? 400 tane sümüğüm var ya. Destansı kart. Ona koydum. Sonra mesela Joker kartı, kemik jetonu yetersiz. Ona koy. O zaman kemik jetonu niye? Ve yeni ifademizi de aldık böyle. Böyle bir ifade. Neyse uşaqlar, bu videoluk bu kadar. Bu videoda çox nervləndim. Hatta çox maç saldım. Özünüzə yaxşı baxın, sizi baxın. Bay bay.